Mən Cəfərova Məleykə Musa qızı. Neçə vaxtdır Mərkəzi Gömrük Hospitalına gəlib gedirəm. Burada müayinə olunmam. Nazilə doktorun yanında mədə xorası aşkarlanıb, müalicə alıram və göbək yırtığı ilə müraciət olunmuşdum. Müayinələrdən keçmişəm. Çox gözəl doktorları var buranın, həqiqətən də. Çox gözəl simaları var. Sığortayla yaxınlaşmışdım. Sığortada oturan xanımlar çox gözəl, hər dəfə gələndə çox təmkinlə, çox səbirlə bizi qarşılayırlar. Mən yoldaşımla bura yaxınlaşırdım. Çox gözəl. Sonra rəis var, İlahə xanım, burada çalışan. Çox gözəl bizi qarşılayıblar. Mənə təyin olundu ki, mən göbək yırtığından əməliyyat olunmalıyam burada. Və biz Bəxtiyar Musayev doktor sağ olsun, Allah canını sağ eləsin. Çox gözəl bizi qarşıladı. Çox gözəl məni qəbul elədi. Məni palataya yerləşdirdilər. Əməliyyatı məni qaldırmamışdan qabaq o qədər gözəl mən burada simaları gördüm. O qədər gözəl tibb baxımından qarşılama, xəstələrin necə deyim, qulluğunda dayanma. Başda baş həkim Bəxtiyar Musayev və onun bütün kollektivi, onun bütün işçilərinə dərin təşəkkürümü bildirirəm. Həmişə var olsunlar, sağ olsunlar, belə gözəl gümrah olsunlar. Valla burada hər bir xəstənin kimliyinə asılı olmayaraq hamısının qulluğunda dayanırlar. Çox gözəl qarşılayırlar, çox gözəl əməliyyat olunmuşam hal-hazırda mən. Çox gözəl də xəstəyə baxırlar. Hamısına ayrı-ayrılıqda çox təşəkkür edirəm. Var olun, sağ olun. Yaxşı ki, bizim Azərbaycan Respublikasında belə gözəl baş həkimlər, belə gözəl həkimlər, belə gözəl medstralar, belə gözəl akuşerkalar hamısı burada xidmət edir və dövlətimizə xidmət edirlər və xəstələrin qulluğunda dayanırlar. Allah sizdən razı olsun, var olun.